8 noyabr Zəfər Bayramının 5 illiyi münasibəti ilə ölkəmizin hər yerində olduğu kimi Sumqayıt şəhərində də silsilə tədbirlər keçirilir. Hazırda şəhərin müxtəlif ərazilərində ağac əkmə aksiyalarına start verilib. Şəhərin bulvar ərazisində təşkil edilən ağac əkmə aksiyasında Sumqayıt Bələdiyyəsinin sədri, əməkdaşları və üzvləri fəallıq nümayiş etdiriblər. Ekoloji dəyərlərin qorunması və yaşıllıqların artırılması məqsədi daşıyan tədbir zamanı ümumilikdə 1000 ədəd zeytun ağacı əkilib. Əkilən ağaclara müvafiq aqrotexniki qulluq göstərilib, suvarma və torpağın yumşaldılması işləri aparılıb. Tədbir çərçivəsində atılan bu addım Zəfər Bayramı münasibəti ilə qəhrəmanlarımızın xatirəsinə ehtiramın ifadəsi kimi qiymətləndirilib. Gerginlik götürmüyor. Aksiyanın məqsədi həm şəhidlərin müqəddəs xatirəsini anmaq, həm də gənc nəsildə təbiətə və torpağa bağlılıq hissini gücləndirmək olub. Sumqayıt şəhərində keçilən bu tədbir Zəfər gününün 5 illiyinə həsr olunmuş silsilə tədbirlərin bir hissəsidir və şəhər üzrə digər ərazilərdə də oxşar ekoloji və xatirə tədbirlər həyata keçirilir. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.